Yalnız fasik və zülümkar rüsvay olar. O isə biz deyilik. Allah'ın kardeşin ve Ehl-i Beytinin başına getirdiklerine ne diyeceksin? And olsun Allah'a ki, Kərbəlada gözəllikdən başqa bir şey görmədim. Güzellik? Ailenin ölümünü görmek güzellikti. Bunları Allah'ın şəhadət yazdığı kimsələrdir. Onları öz yerlərinə qovuşdular. Allah səninlə onları bir araya gətirəcək. Onda öz düşmənçiliyini eləyərsən. Görərsən onda höküm kimin əlində olacaq, ey Mərcanənin oğlu. Həmd olsun Allah'a ki, kalbime azgın Hüseyin ve etrafındaki fitekarların qətliyle şəfa bəxş etdi. Əgər sənin gözün Hüseynin ölümünü görməklə sevinirsə, Peyğəmbər onun özünü görməklə sevinərdi. Peyğəmbər onu öpər, qardaşı ilə birlikdə çiyninə mindirib gəzdirərdi. Sabah cavab verməyə hazırlaş.